Hamını salamlayıram. Sizinlə layihə sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə dayanacaq yerləşdirə bilərsiniz. Korporasiyanın bütün parametrlərinə ətraflı baxa bilərsiniz. Şirkətin əsas göstəricilərinə baxacağıq. TradeUp Inc. Ticker, TDWP. Bu baxış 27 Mart 2025-ci il tarixinə mövcud olan məlumatlardan istifadə etməklə hazırlanmışdır. Təsnifata görə Guru, Markets şirkət TradeUp Inc. alt kateqoriyaya aiddir. Clotes müqayisədə 87 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonunda sifarişlərlə bağlı qərarları görəcəyik. Şirkət üçün ümumi nəticə belədir. 10 baldan -6,5 bal. Alt kateqoriya üzrə orta nəticə 0,7 bal. Geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Görürük ki, ümumilikdə bazar üzrə orta xal 1,9 baldır. 3-ün -6,5 xalla qarşı TradeUp Inc. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi TradeUp Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay sonra hissələri görəcəyik. TradeUp Inc. 37,7% dəyişiklik göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı -2,1%. Bu açıq-aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Korporasiyanın bazar kapitallaşması TradeUp Inc. 0,31 milyard dollardır. 526 milyard dollarlıq alt kateqoriyanın bazar kapitallaşması ilə. TradeUp Inc. 0,58% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,4 milyard dollardır. Və alt kateqoriyanın balans kapitallaşması 101 milyard dollardır. TradeUp Inc. 0,35% pay təşkil edir. Bazar və balans kapitallaşmasının işğal olunmuş səhmlərini müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş TradeUp Inc. bazar dəyəri qiymətləndirilərkən alt kateqoriyada 0,58% təşkil edir. Balansın kapitallaşması 0,35% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 40% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, pis, -1 bal. Təhlil edilən şirkətin borcları 0,37 milyard dollar təşkil edir. Kapitallaşmaya olan borc şirkətin kapitalının 92,5%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsində nəticə, pis, -1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə nisbəti 0-a uyğundur. 23,4 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin onun mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -77 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu şirkət üçün pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin qiymətləndirilməsi, pis, -1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1-dir. Alt kateqoriya üzrə orta göstərici 1,4 təşkil edir ki, bu da alt kateqoriyadan 29% aşağıdır. Bazar dəyərinin göstəricilərinin onun gəlirinə alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 300 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Və bu şirkət üçün çox pisdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək gəlir göstəricisinin qiymətləndirilməsi, pis, -1 bal.
Satış marjası -25,7%, alt kateqoriya üzrə orta hesabla 5,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 31,5% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi dözümlü -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,96% təşkil edir. Bu, bazar kapitallaşma payında 66% artım deməkdir. Və bu fakt şirkətin bazar dəyəri arasındakı uyğunsuzluğu göstərir. Tradeup Inc. çox güman ki, qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $188.000-dır. Alt kateqoriya üçün isə $307.000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 38,8% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin həcmi -$47,200,000-dır. Alt kateqoriyada orta göstərici ilə $13,200,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 259%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə hər bir şirkət işçisi üçün mənfəətin qiymətləndirilməsi dözümlü -0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $184.000-dır. Alt kateqoriyaya görə $227.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 23%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə hər bir şirkət işçisi üçün gəlir payının qiymətləndirilməsi dözümlü -0,5 bal. Satışa çıxarılan səhmlər 4,5%, alt kateqoriya orta hesabla 4,9% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %57 səviyyəsini göstərir. Tradeup Inc. Alt kateqoriyada isə bu səviyyə 42% təşkil edir. Potensial olaraq alt kateqoriyanın səhmləri şirkətin səhmlərindən aşağı qiymətləndirilir. Tradeup Inc. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $2,63. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $2,99. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 14%-dir. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, link bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Qiymətli kağızların qiymətləndirilməsi nəticəsində Tradeup Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilib. Səhm üçün $2,64 qiymətə düşmək üçün sifariş açın. Sifariş şirkətin nisbətən aşağı reytinqə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodu AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 1,79 səviyyəsində müəyyən edilmişdir. Stop loss 3,49 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 26 aprel 2025-ci il tarixində ticarətin sonunda müstəqil olaraq bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, MOV, əsas alış sifarişidir. Əsas müqavilə ilə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırma. İkinci sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.
Siz dünyanın ən gözəl tamaşaçısınız.